Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademiyanın informatika müəllimi Məhluqə müəllim. Bugün sizlərlə növbəti suallarımızın izahını paylaşacağam. İlk birinci sualdan başlayaq. Verilmiş y funksiyasının qiymətlərinin hesablanmasına əsasən alqoritm blok sxemi qurulan zaman ən azı neçə şərt blokundan istifadə edilməlidir? Bu tip sualların qısa kəstirmə yolu var. Ədəd oxunuzu çəkirsiniz və 0 başlanğıc nöqtənizi burada qeyd edirsiniz. İlk birinci şərti ədəd oxunda verirəm. -5 kiçikdir, bərabər, deməli, x kiçikdir, bərabər -5-dən və -5-i alır. -5-i götürdü və -5 nədir? X-dan böyükdür. Bunu verdim. Daha sonra növbəti şərti. X -5-lə 1 aralığındadır. Müsbət 1 aralığı. Baxın, buranı da verdim. Aha. Və burada deyir x bərabərdir 1. Yəni 1-i də aldı, götürdü. Və x böyükdür 1-dən getdi müsbət sonsuzluğa. Deməli, baxıram, ədəd oxum, baxın, tamamilə doldu. Mənfi sonsuzluqdan 1-ə 1-i aldı, -5 aralığı və -5-i də götürdü, -5-dən də müsbət sonsuzluğa. Ədəd oxum bütöv şəkildə dolubsa əgər, neçə dənə şərtim varsa, şərtimin sayından 1 çıxıram, mənim o qədər şərt blokuna ehtiyacım var. 4 ədəd şərtim varsa, 4 minus 1 bərabərdir 3. Mənim 3 ədəd şərt blokuna ehtiyacım var. Növbəti suala baxaq. Deyir ki, xüsusi bir sistemdə kodlaşdırmaq üçün, informasiyanı kodlaşdırmaq üçün LED lampalardan istifadə edilir. Hər bir LED lampa 7 fərqli vəziyyətdə ifadə edilə bilər. Bu sistemdə 234 fərqli simvol kodlaşdırmaq üçün ən az neçə LED lampadan istifadə olunmalıdır? Bu zaman 7-nin qüvvətlərini tapacaqsınız. 7 vurulsun, bircə dəqiqə, 7 vurulsun 7 və hansı ki, gəlib 234-də dayansın və yaxud da 234-dən 7 vahid yuxarı olana qədər də ola bilər. Deməli, baxın, 7 vurulsun 7. Mənə verdi nə? 49. 49 hələ ki 234-dən çox aşağıdadır. Bir daha bunu vuracam 7-yə, baxın, vururam 7-yə, mənə verəcək nə? 343. Nə oldu? 234-ü keçdi və burada dayanıram. Cəmi neçə ədəd 7-dən istifadə eləmişəm? 3 ədəd. Deməli, mənim 3 dənə də LED lampama ehtiyacım var. Növbəti suala baxaq. Deməli, əvvəlcə şərtini oxuyaq. Elektron cədvəl fraqmenti verilmişdir. B2 xanasından, baxın bura yəni, hansı düstur yazmaq lazımdır ki, A2, D2 diapazonuna əsasən qurulmuş diaqram şəkildəki kimi olsun. Gəlin baxaq. Qaldırıb bura göstərəcəm sizi ki, bizim deməli variantlarımız da düşsün, çünki bizim variantlarımıza ehtiyacımız var. Deməli, gəlin baxaq. B2-ni soruşur da, bura bir x deyirəm. Amma digərlərini hesablayıram. B1 minus A1. 7-dən 5 çıxıram, oldu nə? 2. Bura x-dır, C2-ni hesablayıram. 2 vurulsun A1-ə, yəni 10, çıxılsın 6, bu elədir 4. Daha sonra B2 plus A2. B2 məndə neçədir? X-dır. A2 məndə neçədir? 2-dir. X üstə gəlinsin, 2 də bu hissədir. Deməli, diaqramma baxıram. 33%, 33%, 17%, 17%. Deməli, 2 dənəsi bir-birinə bərabər, digər 2 dənəsi də bir-birinə bərabərdir. Ən böyük faiz 33%dir. Mən bunların içərisinə baxıram. Ən böyük ədədim 4 olardı. Yəni, x da maksimum neçə olsa, onu tutaq ki, 2 vahiddə artıranda yenə bir-birinə nə olmalıdır? Bunlar 2-2 qruplaşdanda bir-birinə bərabər olmalıdır. Maksimum 4-dür. Düşünürəm ki, 33% budur. X da hər hansı tutaq ki, əgər bununla da bunu bərabər götürsəm, yəni bura 2 olsa, avtomatik x-im də 2 olmalıdır ki, mənə nə olsun? Bu ikisi bərabər olsun. X plus 2-yə də təbii ki, 33%-ə gəlib düşəcək. Və mən də nə etməliyəm? Baxın, x-ə nə tapmış oluram? 2. 2 tapmış oluram. Yəni, bu düsturlardan hansını bura yerinə qoysam 2 alınacaq. Gəlin, nə A variantından başlayaq, yoxlayaq. D1-im nədir? D1-im məndə x plus 2-dir. Əgər x-i 2 tapmışamsa, 2 plus 2 mənə verdi 4. 4-dən çıxıram B1-ini, yəni ikisini. 4-dən 2 çıxanda nə edir? 2. Elə birinci variantda ödəndi. Digərlərində artıq ödəməyəcək. A2 plus 2 bura mənə 4 verəcək. C1 bölünsün, D1 bura mənə 1 verəcək. Bura da mənə 1 verəcək. D2 vursun A1. D2 4-dür. Deməli, A1 məndə 5-dir. 4 vur 5 məndə nə olacaq?
20 olacaq, artıq ödəməyəcək. Bir də bu dənə A variantı ödənmiş oldu. Buranı nə etdik? Məntiqlə düzdük və necə deyim, artmaya. Bura 2-dirsə, deməli digər növbəti də 2 olmalıdır da. Mən də deyirəm ki, x plus 2 olmadığına görə, yəqin ki 2 qism 2 olmalıdır ki, bunlar bir-birinə bərabər, eyni qaydada da 4 digərinə bərabər olsun. Növbəti suala baxaq. Dördüncü sual. Dördüncü sualımız belədir. Fes Akademiya üzərində aşağıdakı yazılmış 4 kağız parçası tapılmış və müəyyənləşdirilmişdir ki, onlardan yazılan bir IP ünvan fraqmentidir. Həmin fraqmentlər ABCD hərfləri ilə işarələnmişdir. IP ünvanı bərpa edin və IP ünvanı göstərən düzgün ardıcılığı müəyyən edin. Baxıram bura. İlk birinci düşünürəm ki, mən nə ilə başlayım? Deyirəm, bəlkə C ilə başlayaq. C ilə başlasam, olacaq 16. C-dən sonra məsəl üçün düşünürəm ki, bəlkə B verim. B-ni versəm C-dən sonra, o zaman baxın 16-dan sonra 2.16 olacaq. B-dən sonra düşünürəm ki, bəlkə D verim. D yazsam nə olacaq? 8 ardınca burada 8.132. Daha sonra D-dən sonra da geriyə bir dənə A qaldı. Düşünürəm ki, A versəm nə olacaq? .64 olmuş olacaq. Gördüyünüz kimi heç bir ədədim 255-i keçməyib. Mən bunları düzən zaman qəti şəkildə 255-i keçməməliyəm. Baxıram 162, 168, 132, 64. Heç birində nə olmayıb? Keçməmişəm də 255-i. Necə düzmüşəm? C, B, D, A. C, B, D, A. Burada cavab olacaq C variantı. Növbəti suala baxıram. Aha. Bunun asan bir yolu, necə bir yolu? Python dilində deyir, yazılmış proqram təyinatını müəyyən edin. Baxın, şərtimiz nədir? Hər hansı bir ədəd daxil elə deyir. Sonra deyir, o ədədi gəl yoxla gör. Ədədin hər birinin kubları cəmi ədədin özünü verirmi? Biz də demişdik axı ki, kubları cəmi özünə bərabərdirsə, bu ədəd necə ədəddir? Armstrong ədəddir. Variantlarda bütün hansıdır? Verilmiş 3 rəqəmli en natural ədədin Armstrong ədəd olub-olmadığını müəyyən edin. Gördüyünüz kimi bu uzunluqda görünən və çətin görünən bir misal tipi gəldi necə asan bir formada göründü. Növbəti suala baxaq. Əgər displeyin ekran ölçüləri, deməli, bir dəqiqə, displeyin ekran ölçüləri 512 nöqtəli sahələrin hər biri nöqtəsi 512 sayda rəng çalarlarından birində olarsa, 512 rəng çaları dediyi üçün 512-ni avtomatik şəkildə 2/9 yazıram. Buradan da nə alıram? 9 bit almış oluram. Okey, bunu tapdıq. Onda bu oblastda yaddaşda saxlamaq üçün ən az neçə kilobayt deyib gəlin yazaq. Necə olacaq? 512 vurulsun 512 vurulsun 9 və alınan cavabı böləcəm. Bunların hər biri bitlə aldığım üçün 2/13-ə böləcəm. Gəlin bunu da hesablama rahatlığı üçün eyni qaydada da, yəni imtahanda da təbii ki sizin hesab makinəniz olacaq. Deməli, bircə dəqiqə. Bizim hesab makinəmiz biraz nazlıdır. Gəlin, əvvəl necə yazmışdım, bir daha qeyd edəcəm. Tənliyimiz bu şəkildə idi. 512 vurulsun 512 vurulsun 9. 9 bitimi buradan aldım və alınan cavabı böləcəydim 2/13-ə. Gəlin baxaq. 512 çarpı 512 vurulsun 9-a. Alınan cavabı böləcəm bir dəfə 1024-ə və bir dəfə də böləcəm 8-ə. Və bunu da burada nə almış oldum? 288 almış oldum. Cavab olacaq A variantı. Növbəti sualımıza baxaq. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Gəlin baxaq. Deməli, gördüyünüz kimi belə bir list siyahı verib bizə. Burada deyir ki, remove et. Remove nəyidir? Qarşısına çıxan ilk 12-ni siləcək. Qarşısına çıxan ilk 12-ni siləndən sonra nə qaldı? 15,
12, 13, 17, 12 və 13 qalmış oldu. Burada cavab oldu D variantı. Növbəti suala baxaq. Aha, Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Deməli, A1-dir, B isə 2-dir. Deyirəm 2 kiçikdirmi, bərabərdirmi 7-dən? B deyirəm, bəli. Bu zaman A-nı bir vahid artırdım, oldu 2. B-ni də vurdum A-ya. B 2 idi. 2 vurdum, oldu 4. Yenidən qalxıram bura 4. 4 kiçik bərabərdirmi 7? Bəli. A-nı bir vahid artırdım, oldu 3. B-ni və A-ya vuranda 4 dəfə 3, 12. Deyirəm ki, bəs 12 kiçik bərabərdirmi 7? Deyirəm, xeyir. Ona görə də gəldim, düşdüm bura. B bərabərdir B plus A-ya. B məndə olacaq 12, plus A isə məndə verəcək 15. Və print B 15 qiyməti çıxacaq çapa. Növbəti suala baxaq. Aha, növbəti sualımız belədir. AES-də kodlaşdırılmış Fes Akademiya sözü neçə bitdən ibarətdir? Normal qaydada AES dediyi üçün 8 bitdən hesablayacağım və simvol sayını sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ədəddir. 8 vurulsun 10, bu da edəcək 10 bit. Və bit sayı soruşduğu üçün heç bir çevrilməyə ehtiyac yoxdur. Tam sertifikasiya sualı. Növbəti suala baxaq. Yenə bir Excel daha. Deməli, sualımız belədir. Deyir ki, C1 xanasındakı düsturu C3 xanasına köçürdükdə nəticə nə olacaq? C1 xanasına yazılmış düsturum baxın buradadır. Və C1-dən C3-ə gəlmək istəyirəm. Görürəm ki, hərflər arasında heç bir artım yoxdur. Amma rəqəmlər arasında artıq plus 2 artım var. Deməli, hərflərə toxunmayacağım, rəqəmlərlə dişim. Düstur budur. Dollar A. Mənim C3 xanamdakı düsturum necə olacaq? Deməli, A toxunmayacağım da, dollar A və 1-in qarşısında dollar işarəsi olduğuna görə ona da toxunmayacağım. Plus, çünki dəyişilmir. B yenə toxunmayacağım, dollar B. Amma buradakı 1 artıq oldu, 2 vahid artıracağım, oldu 3. Deməli, düsturum nə oldu? A, dollar 1 plus, dollar B 3. Yəni, və bunu da hesablasam, A1-ci xanam məndə 5 və B3-cü xanam. B3 də məndə 6. 5 plus 6 bərabərdir 11 qiymətini almış olacam. Cavab olacaq D variantı. Belə əziz müəllimlər, növbəti sınaqlarımızın izahında görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.